Mənim əzizlərim, davam edirik Oxatan Bürcü ilə. 29 dekabr 4 yanvar həftəsi Oxatan Bürcündən olanların nələr gözləyir? Baxaq görək, kartlar bizə həftəlik nələr vəd edir? Özü, hərəkəti, münasibəti, maliyyə, sağlamlıq, nəyə diqqət etməlidir? Bir də ümumi bilmə. Belə, mənim əzizlərim, bu həftə oxatanlar daxili balans, sakitlik axtarışındadılar. Hər şey tələsmədən ölçülü şəkildə etmək istəyəcəklər. Səbirlidirlər və çox düzgün qərarlar verəcəklər. Bu həftə oxatanlar üçün balanslı həftədir. Hərəkətinə baxdıqda gələcəklə bağlı planlar qurur, yeni istiqamətlər, imkanlar haqqında düşünür. Uzaq perspektivlərə baxmaq faydalı olacaq oxatanlar üçün bu həftə. Münasibətlərdə hərəkət və dinamika var. Sürətli yaxınlaşmalar, ani qərarlar, emosiyalarla deyil, düşünərək addım atmaq məsləhət görülür. Bu həftə duyğularında oxatanlar biraz emosional ola bilərlər. Amma məsləhət görülür ki, düşünərək addım atsınlar, yəni hisslərinə həmən qapılmasınlar. Maliyyəyə baxanda maddi mövzuda sabitlik var, güvən hissi var. Ailə, uzun müddətli gəlirlərlə bağlı müsbət addımlar görünür. Planlı addımlar atacaqsınız və bu planlı addımlarınız da sizə və ailənizə fayda verəcək. Sağlamlıq. Sağlamlıqda enerji, ruh yüksəkdir. Özünü daha güclü, canlı hiss edirsən. Açıq hava, hərəkət sənə çox xeyir verəcək. Ailə ilə bir yerdə hər baxımdan, sağlamlıq, enerji baxımından çox gözəl bir həftə olacaq. Nəyə diqqət etməlidir oxatanlar? Qarışıqlıq və çox seçim çaşdıra bilər. Hər təklifə də həmən inanmaq olmaz. Yəni ki, siz analiz eləyin, real təklif, yəni dedik, uzaq perspektivləri düşünərək hərəkət eləyin. Yəni, görsəz ki, burada uzaq perspektiv var, yəni bu işin gələcəyi yaxşıdır, onda onu qəbul eləyin. Yəni, hər təklifə dərhal inanmaq olmaz. Ümumilikdə götürsək, həftə tamamlanma, məmnunluq hissi gətirir, başladığın işlərdə nəticə əldə edəcəksən, özünlə barışıqsan, sanki içində bir rahatlıq hissi olacaq. Belə mənim əzizlərim, bir kart da çəkəcəm. Yeni il günü oxatanların enerjisi. Bu kart bizə vəd eləyir ki, artıq siz özünüzün fərqindəsiniz. Öz daxili dünyanıza səssizcə yönəlin və özünüzü kəşf eləyin. Ola bilər ki, siz hansısa bir xüsusi bacarığınızın fərqinə varacaqsınız, kəşf eləyəcəksiniz. Və yaxud da ola bilsin ki, siz başqaları tərəfindən nə qədər qiymətləndirinizin fərqinə, sevildiyinizin fərqinə vara biləcəksiniz. Yəni, gözəl bir gündür. Belə mənim əzizlərim, əziz oxatanlar, 2026-cı il sizə bol sevinç, sevgi və xoş sürprizlər gətirsin. Yeni iliniz mübarək.